Yaxşı, sifət. Adı üstündə sifət. Baxın, qoy bu düsturu yazın, isim. Bu düstur bizim çox köməyimizə gələcək, bu bizə lazımdır. Sifətin tərifinə baxın. Sifətin tərifində mən nələr qoyuyorum? Deyirik, əşya deyərkən biz ismi keçəndə dedik, ismi əşyanın adını bildirirlər. Amma əşya dedik, orada şərti mənadadır. Əşya deyəndə orada gedir insan, heyvan, bitki, cansız, bütün materiya. Əşya deyəndə hamısı bilir. İndi burada da əşya deyəndə söhbət isimdən gedir, ismi nəzərdə salırıq. Deyirik ki, isim ümumi qrammatik mənasını, bu sözü vurğuluyuruq. Bunu o leksikologiyanı keçəndə demişdik. Sözün həm leksik, həm qrammatik. Qrammatik məna deyəndə dedim ki, qrammatik məna ümumi məna. Bunu dedik də ümumi. İndi deyirik ki, ümumi qrammatik mənasına görə əşyanın, yəni ismin əlamət və keyfiyyətini bildirir. Əlamət və keyfiyyət. Keyfiyyətini bildirən. İndi suallara keçdik. Necə, nə cür, hansı suallarının birinə cavab verən əsas nüqsəsinə sifət deyirik. Əsas nüqsəsinə sifət deyirik. Siz bir şeyə diqqət edərsiniz, sifətin bir dənə tərifin içində neçə xüsusiyyətini sayılır. Mən uzun çubuğum var, bunu hara qoymuşam. Hə, baxın, tərifin içində nə dedik? Bizə məlum oldu ki, sifət əşyanın, yəni ismə bağlı bir şeydir. Onun hərəkətlə, feillə işi yoxdur. Onun işi isimləndir. İsmin əşyanın nəyini bildirir? Əlamətini, keyfiyyətini. İndi əlamət, keyfiyyət nədir? Bununla bağlı izahət edir. Sonra biz bildik ki, sifət əsas nüqsəsidir. Sonra biz bildik ki, sifətin sualları var. Necə, nə cür, hansı sual? Bu sual hansı cümlə yazımın sualıdır? Təyin. Təyin. Elə bir sifətin cümlədə rolundan da danışası olsa, əgər sifət özü kimi varsa, isimləşməyibsə, öz yerindədirsə, öz vəzifəsini yerinə yetirirsə, birbaşa cümlənin təyini. Bir də ismi xəbər ola bilər. Təyin və ismi xəbər. Hə, izah edəcəm bunu olmasın. Təyin ol. Bax, sifətlə sayın sualı təyinin sualıdır. Necə, nə cür, hansı, neçə, nə qədər, neçənci? Bu mənim təyinimdir. İndi gəlin görək, əlamət nədir, keyfiyyət. Hər hansı bir şeyin, indi əşya deyək, isim deyək, əşyanın gözlə gördüyümüz xüsusiyyətlər. Bax, 5 duyğu orqanlar da, düzdür? 5 duyğu orqanı, görmə, eşitmə, sonra nə deyil? Yeyə bilmə, dad bilmə, toxunma. Bu 5 duyğu orqanımızdan, duyğu üzvlərimizdən. Bu göz əlamətdir. Bax, gözlə nəyi görsən, göz. Bu əlamət hesab olunur. Yerdə qalan da duyğu orqanları var, qoxuyla. Məsələn, deyirəm, çox ətirlidir, pis qoxuludur, düzdür? Bunları mən bununla istəyirəm, bu keyfiyyət sayılır. Və ya eşidirəm, musiqini dinləyirəm, deyirəm, yaxşı musiqidir, əla musiqidir, zövqlü bəstələn, zövqlü musiqidir, düzdür? Və sarbəl axırda, bax, eşitməklə bağlı, yiyirəm, dadına baxıram. Turşdur, acıdır, şirindir, bununla bağlı. Və ya bir şeyin soyuq, isti olduğunu mən necə bilirəm? Toxunaraq. Bir şeyin ağır, yüngül olduğunu mən necə bilirəm? Toxunaraq. Bəlkə böyük bir qutu qoyublar. Yəni, kənardan baxıram. Nə qədər ki, mən ona toxunmuram. Mən bilə bilərəm, o ağırdır, yüngüldür. Bəlkə ki, boşdur, olsun, böyükdür. Ona mən neyinirəm? Toxunuram. Bax, bu toxunmaq, gözdən başqa toxunmaq, qoxu, eşitmək, dad, bunlarla bağlı, gözlə görə bilmədim. Bunlar keyfiyyət. Bunlar keyfiyyət. İnsanı götürək. İnsanın xarakteri, xasiyyəti, onun əlamətidir yoxsa keyfiyyət? Keyfiyyət. Bəli, amma zahiri görkəmi onun əlaməti. Biz bir insanı tanımadan, biz ona, məsələn, kənardan baxmaqla deyə bilərik ki, bu adam paxıldır, mehribandır, xəsisdir. Hardan bilir, mən gərək tanıyım. Bu keyfiyyətdir. Amma gözlə gördüyüm hündür boydur, eli kürəkdir və ya qıvrım saçdır, ala gözdür, sarışındır. Bunlar nədir? Qızlar ürəyə getirəcəklər. Üç bucaq, mavi göz, sarışıq, Uruzun başında 40 igid var idi, ala gözlü igid. Elə buraları sayılmıyor. Bu bildirsə, əlamət nədir, keyfiyyət nədir, seçə bildik. İndi məsələn, tutaq ki, götürürəm limonu. Məsələn, deyirəm, limon sarı, əlaməti keyfiyyət. Əlamət. Turş, keyfiyyət. Tumlu, keyfiyyət. Tumlu. Kənardan tumu gözlə görürsünüz. Doğranmış limondur. Doğranmış. Tumu görürük. Aha, görürük. Sonra, amma nə qədər doğrayıram, doğrayım. Onun dadına baxmıram.
doğramısan. Tuş olmanı bilə bilərəm. Ama onun içine bakmamışına da diyelim. Bence onun içinde herkese Bəs lap doğradım. Lap doğramışam ay Mülki. Sən onun dadını mı gözlə görərsən, yoxsa tumunu mu? Demək tum görürəm, amma ağzıma almamışamsa doğramışı da heç bilə bilmərəm. Turşdu mu? Ətirli. Keyfiyyətli dad. Keyfiyyət. Bax, bu saydıqlarımız əslində biz nəyi sayırıq? Biz sifətin leksik məna növlərini sayırıq. Sifətin leksik məna növləri. Bu əlamət keyfiyyət bildirsən. Sifətin leksik məna növləri. Baxın, özünüz də saydınız. Dad bildirən sifətlər. Sayın gəlsin dad bildirən. acı, Şirin, turş, baməzə, duzlu, bəli, kəm şirin, rəng bildirən sifətlər. Bildiyimiz bütün rəng. Sonra forma bildirən. Armudu, badamı, armudu testdə var, badamı testdə var. Birinki forma bildirir, badam forması, badamı göz, uzunsu. Bax, o rəngdir. Bunlar rəngdir. Bunlar hamısı testdə var. Palıdı, isimdən, palıd isimdən, palıdı onun rəngidir, qəhvə rəngidir. Sonra bənövşə, baxın, isimdir, amma bənövşəyi artıq onun rəngidir. Narınc meyvədir. Həm Yasəməni. Yasəməni dedik. Biz ona bənövşəyi dedik, eyni rəngdir. Yasəmə də bənövşəyi rəngdir. Sonra açıq bənövşəyidir da Yasəmə. Sonra xurmayı, bax xurmanın rəngini bilirsiniz də nə rəngdir? Xurma isimdir, xurmayı artıq rəngdir. Testdə var toplu testində sürməyi. Sürmə nədir? Sürmə. Qızlar yaxşı bilən. Ay Rəşad qızlardan qabaq cavab verir. Görsüzsünə belə çək. Aynen. Al Rəşad. Sürmə nə rəngdir Rəşad? Ay Ben bilmeyi aşkımı. yox, bizdən yaxşı. Sürməyi nə rəngdir? Sürməyi. Sürmələr sürməyi. İndi baxın, diqqətlə bir şeyə bax. İnnabı, sizcə nə rəngdir innabı? İnnab meyvədir. Qırmızı rəng. İnnab yeməmisiniz? Qırmızı rəngdir. İçində qırmızı. Bildiniz mi innab? İnnabı qırmızı rəng. Zoğalı. Zoğal isimdir, zoğalı sifətdir. Mən bunları niyə yazıram? Badamı forma. Bax, badamı, armudu, badamı. Armudu istəkən görsən armuda bənzəyir. Formadır. Badamı armudu. Sonra həndəsi figurlar ki var sayırsın. Dairəvi, oval. Onlar formadır. Uzunsun forma. Uzunsun forma. Bakın uzun formadır. Bakın. İndi bir dənə bir şey deyim sizə. Uşaqlar, bizim bu yazdığımız bu rənglər ki var, bu rənglər. Bunlar quruluşca düzəltməlidir. Amma bir dənə sözə başlayalım. Səhrayı. Əla. Testə salın. Baxın. Şəhrayı. Əslində bu da rəngdir. Amma düzəltmə deyil. Sadə. Çəhra deyə bir söz yoxdur. Çəhra sözüdür. Çəhrayı nə rəngdir? Pink. İndi İngilizcə biri pink deyəcək. Biri rosy deyəcək. Biri hərəs bir şey deyir. Sağ ol. Bundan məndən sonra ikinci. Üçüncü deyil. Buradan. Ben buradan deyim. Yaxşı. Meydin. Sonra şu olan keyfiyyət bildirən sifətlər var. Keyfiyyət, sırf keyfiyyət bildirən. Bu ən çox bizim xarakterimizdə ayırsın. Ağıllı, istidadlı, savadlı, çalışqan, necə? Paxıl, xəsis. Bunlar keyfiyyət. İnsan xarakter. Yaxşı, pis, gözəl, əla, bunlar hamısı keyfiyyət bildirir. Sırf görkəm bildirən. Bayaq saydıqlarımız. Gözəl. 90-60-90. Enli külək, incə bir, qara qaş, qara göz, uzun saç. Sonra girdə sifət. Bunlar hamısı nədir? Mənə olar. Bir dənə bu pauzaya qoymuşaqlar. Fasiləyə verək. Heç xoşum gəldi dərs bölünəndə. Məsələn. O leksik mənələrə baxdıq mı? Sonra orada nə var idi? Ölçü bildirər. Ölçü. Uzun, balaca. Buna
Gəl böyük olar, Kiçik. kiçik olar, ağır olar, büyük olar. Ölç və çəkin. 50. Ölç və çəkin. 50. Ama beni ola bilər. Bəli, Geniş. bəli. Xırda, kiçik. Bildiniz mi bunları? Yaxşı. Qaldı mı baxın görün. Leksin məna növlərinə sifətdə nə qaldı? Uzunsa forma. Uzunsa forma. Ama vuruş dönümler. Hələ dayan. Leksik məna növlərində elə bir şey qaldı mı ki deməyək? Silirəm lövfəni. Mən sual verə bilərəm. Bu təbii ki. Mən görkəmə sarışın falan da. Sarışın, görkəmdir. O da görkəmdir. Görkəmdir. Sarışın, ağbəniz, qarayanız. Buranı silirəm, bilmir. İndi hələ quruluşuna keçməzdən öncə sizə bir şey deyim. Quruluşuna keçməzdən öncə gəlin ortaq olan suala baxaq. Bu necə nə cür suala baxaq? Necə, nə cür? Bu sual təkcə sifətin sualı deyil ki. Bu həm sifətin sualıdır, həm də zərfin sualıdır. Əgər ondan sonra sifətdən sonra feil işlənərsə, bu da zərf kimi götürülür. İsim gələrsə isə sifət kimi götürülür. Aha. Gəlin bilin. Sifət üstə gəl isim, zərf üstə gəl feil. Düzdür? Düstura bax, biz tərifdə nə dedik? Sifət, əşyanın, amma zərfin tərifini deyəndə zərf hərəkətin əlamətini qeydədir. Aydındır? Hərəkətin necəliyini bildirir. İndi, baxaq, bu sual ikisinin də sualıdır. Mən bunu necə seçim? İki yolum var. İki seçmə qaydası. Ortaq sözlər var, baxın. Yaxşı, pis, gözəl, əla. Sərras, bəli, səlis. Yəni, çox deyil. Biz buna amonim deyilir. Bir də zəmtəmiz pəncərəndə üniversitə çox havasızlıq olur. Biz bunlara amonim deyilir, biz bunlara ortaq söz deyilir. Bilirsiniz niyə ortaq söz deyilir? İkisi də necəlik bildirir. İstər sifət kimi, istər zərf kimi. Bəli, məna baxımdan necəlik bildirir. Fərq nədədir? Bu? Fərq nədədir? Biri ismi izah edir, biri hərəkət izah edir. Bax, bu sözlərdən sonra mən isim işlətsəm, məsələn, desəm, çox yaxşı insandır. Onda olur sifət. Necə insan? Desəm, çox yaxşı yazır. Çox yaxşı üzündən oxuyur, yaxşı oxuyur, yaxşı yazır. Onda olur zərf. Pis insan pis yazır. Gözəl, gözəl insan da gözəl yazır. Əla insanda əla yazır. Sərras atıcı, yəni düz hədəfə nişan alan atıcı, deyirəm, çox sərras danışır. Fikir verdinizmi? Uşaqlar, əgər hərəkəti izah eləsə olur zərf, bu sözdə necə sualına cavab verəsiniz? İsmi izah eləsə olur sifət. Daha bir fərq. Qəşəng. Hansı sualı verə bilirsə, sifət də verə bilmirsə zərf. Tamam. Yaxşı yerdə qalıb keçəlim. Demək, bu sual, bax bu hansı sualı sifətin özəl sualıdır. Bu ortaq sualdır, amma bu sırf sifətin sualıdır. Belə ki, mən necə sualın yerinə dönüb hansı sualı verə bilirəmsə, o sifət imiş. Yox, verə bilmədimsə, bu zərf imiş. Bir özünüz baxın. Deyirəm, məsələn, sərras atıcı, hansı atıcı? Sərras atıcı. Sərras danışır. Hansı danışır? Sərras danışır. Olmadı. Gözəl yazır. Hansı yazır? Gözəl. Olmadı. Amma gözəl qız. Hansı qız? Gözəl qız. Deyə bilərəm. Görsünüz. Bura kimi aydın oldu? Bu bizim ortağımız idi, biliriz. Bir də bu hansı sualına geri gəlmiş ki bir şeydir. Bir dənə əlavə edelim. Ayla qulaq asmır. Onun bu olmasın. Bax, adın getdi Respublikaya. Kameranı da fırlasam lap baxdın. Demək, bu şəkilçili sözlər. Daçı. Aha. Hansı. Yalnız hansı? Bəli. Bu iki şəkilçi ilə düzəlmiş sual varmış. Düzəlmiş sifətlər. Sifətlərdən etik şəkilçilər. Siz bunlara necə sualı verə bilməzsiniz. Siz bunlara yalnız hansı sual verirsiniz. Bir də bu da ilə ikili heç vaxt ayrı-ayrılıqda təhlil edədir. Bu ikisi dalmadan gəlirsə, deyirsə bir leksik şəkilçi. Bəli. Yalnız Parçalanmır. Leksi parçalanmır. Xeyr. Bu kökün amolimliyi var. İzahını verəcəm sizə. İndi hələ ki bilin ki, bu iki şəkilçili sifətə yalnız hansı sualı verilir? Necə sualı? Verilmir. Məsələn, tutaq ki, necə?
Daşı iki variant. Nə yazmışam bəs mən? Səni verənə şükür. Deyir, Einstein bir gün lövhədə deyir. Danışıqla şey yazmışam. Einstein hər dəfə deyirəm, qoy bir də Rəşada deyirəm, Rəşad bilmir onu. Səni sırf demişəm mən. Bu məşğələ şu an. Mən də bilmirəm. Əmi sən mi mənə baxır izləyir? Onda elə hövsələ var, oturub videolarıma baxar. Burada zorla qulaq astırır. Ama böyle ki. Einstein yazır, qəsdən biçidinə səhv edir. Demək, o qədər yazdı, uşaqdan səs çıxmır, demirlər, halal olsun, müəllim yazdı, çözdü belədir. Bir dənə səhv çelcə tutular ki, mən orada səhv elədim. O da ona sevinir. Niyə sevinir? Diqqətim məndədir. İndi Rəşad, demək diqqətim məndədir. Necə? Nə deyir? Hə. Rəşada da halal olsun ki, fikri məndəyim. Hə, bu Einstein'in insan şagirdlərindən fərqli olaraq Vidadi sağ ol Vidadi dəyərləndirdi. Bunu Türk demiş, heç unutmayacağım bir daha. İndi gəldik nəyə? Gelen 5 alın ben. Xeyrini güdəndir, Allah sağ olsun. Allah məni hifz elə beləsinlər. Gəldik nəyə? Sifətin quruluşuna. Burada dərslik bizim də adımıza çatır. Niyə? Çünki şəkilçiləri bir testə düşür, sizə izahını verim. Orada elə şəkilçilər var, amonimliyi var. Amonimliyi var, qatıb qarışdırıblar. İndi, burada sxemli çəkim sonra. Sifət, uşaqlar, quruluş gəl, məlumuz. Bütün əsas nitqisələrində olduğu kimi burada da. Sadə, düzəltmə, mürəkkəb, məlum məsələ. Sadə, düzəltmə, mürəkkəb. Mən sadə sifətlər içərisində nə yazmaq istəyirəm? Sizi ən çox testlə çaşdıracaq sözləri yazmaq istəyirəm. Hansı ki, uşaqlar bunu isimdən qarışdırırlar. Qarışdırın. Baxın, körpə. Çünki bu sifətləri isimsiz işlədirlər cümlələrin içində. İsimsiz. Uşaq da bəli, buna diqqət eləmir. Bunlar rahatlıqla isimləşən sifətlərdir. İzah-eləyəcəm isimləşmələri. Uşaqlar, arxada oturanlar markeri oxunurmu? Rəzələ bir bulanıq. Körpə. Qoca. Baxın. Qoca sifətdir. Ama cümlede Bura yazıram. Qarı isimdir. Aynen orada Olimpiyada sual düşünmüştüm. Bəli, var. Bax, qətiyyən qarşıdırmır. Qoca sifətdir, qarı isimdir. Qarı nənə deməkdir. Nənə. Nənə. Ama Garmin olsun. Görürsünüz, biz deyirik qoca qarı. Qoca qarı. Yəni qarı isimdir. Sonra körpə sifətdir. Garı sifət kimi düşünebilir. Yox, qarı isimdir. Garı düşman. Qarı düşmən, qarı orada nə mənadadır? O arxaik sözdür, köhnəlmiş sözdür, köhnə deməkdir. Qarı düşmən dost olmaz, əski pambıq bez olmaz. Dədə Qorqudda atalar sözdür. Yəni köhnə düşmən sənə qayıdıb dost ola bilməz, mümkün deyil. Əvvəldən düşmən daxil. Ama tezde böyle Garı nene vardı. Qarı isimdir. Qarı, əslində o qarı nənə biliyə də demək düzgün deyildir. Ama orada iyi atılar. Düzgün deyil. Qarı da isimdir, nənə də isimdir. Qarı da elə nənə deməkdir. Aydındır. Çağa isimdir, baxın. Amma körpə sifət. Sonra, igid, qəhrəman, sürgün isimdir. Çaşdırmaq üçün sağlırlar. Köçkün sifətdir. Köçkünü düzəltməyə yazmalıyım. O sadə deyil, hər sadələrə yazın, onu yazarım. Sadələrə yazın, yazarım. Demək, körpə, qoca, igid, qəhrəman, gənc, olsun cavanı da yazaq. Cavan. Bunlar sifətdir. Ən çox tezdə sizi çaşdıran şeylər, bunlar bilinki sifətdir. Gəldik düzəltməyə. Düzəltməni iki yerə bölürük. Adlardan düzələn sifətlər, feillərdən. Ad deyərkən, 6 əsas nitq hissəsindən feili örtürük. Yerdə qalan 5-i. Qulaq. Yerdə 5-i nə qalır? İsim, Sifat, əvəzlik, say, əvəzlik, zəl. Hətta sifətin özündən belə mən sifət düzəldə bilərəm. Düzəldinmi? Baxın, qoca sifətini götürərəm, bura bir dənə man artıraram. Qocaman. Sifətdən sifət düzəldir. Viran sözünü götürərəm. Viran torpaqlar, hansı torpaqlar? Viranə, bu da sifətdən sifət düzəldir. Məsələn, əvəzlikdən öz, baxın, təyin əvəzlik, düzü hər öz bütün falan eyni. Deyirəm, özəl əşya var. Azərbaycan dilində adil deyə söz var elə. Adil?
Adil bəli, ədalətli deməkdir. Adildən də adilə yəni. İnsan adı. İnsan adı. Orada sifət xüsusi ismi keçir. Bax, adil ədalətli deməkdir. Bəli, adil hökmdar deyil, ədalətli. Sifətdən elədir ki, Sifət xüsusi ismi keçir. Sifət xüsusi Ama ismi bir de keçir. siz özel dediniz. Oradaki el söz kimi yazdı. Şimdi, və görsən nesmi şəkil, al əl şəkil. Mən Al əl. ayağlıqdır, gəncə yazmaq olar. Xeyr, əlaqə yoxdur. Gəncə sadə sözdür. Niyə? Gənclə gəncə arasında məna əlaqəsi yoxdur. Ne olacak? Ona görə o sadə söz. Yox, sual vermək haqqıdır. O sadə söz. Yaxşımı? Keçdik. Sonra əvəzlikdən nə düzəltdim? Hə, öz. Hər hansısa bir nümunə göstərim, onu zaten testlərim. Saydan. Məsələn, bax bizim partamız neçəlik taxtadır sizcə? 2'lik. 2 santimetrlikdir, düzdür? İndi biz buna deyirik 2'lik taxta. 2'lik taxta. 5'lik taxta da ola bilər, bunun qalmıdır. O ölçü ki var santimetr kimi, 2'lik taxta, 5'lik taxta. Bu saydən nə düzəltmişim sizlər? Bax, bu sözlər isim də gedə bilər. Bura yazıram. Mənlik. Yox. Allah. Baxın, Pul mənasında. yüzlük. Əgər bunlar pul mənasında işlənərsə isimdir. Bura yazın pul. Əgər pul mənasında işlənərsə isimdir. Eyni söz. Amma santimetr kimi, ölçü kimi, 2'lik, 5'lik, orada artıq sifətdir. Və ya dedim yüzlük lampa, o voltunu ki ölçür. Necə lampa? Yüzlük lampa. Orada sifətdir. Amma pul anlamında işlənsə isimdir. Bunu da belə yadda saxlayın. Sifətdən sifət düzəltdim. İsimdən en qədər düzəltmə olar. İsimdən sadəcə çaşdırıcı şeylər. Testdə nə düşür onu deyim. Bax, bunlar şəkilçilik, lülü. Həm sifət düzəldir, həm isim. Yadda saxla. Məktəb adlarına qoşulursa isim. İnsan adı, insan anlayışı varsa. Bəli. Məktəb, məkan mənalı isimdir. Məktəb. Məktəbli insan. Şəhər məkandır. Şəhərli artıq insandır. Kəndli. Baxın, insan Və yerli. Ay, yerli sifət. Yerli əhali, necə əhali? Yerli. Loli şəkilçili söz əgər insan bildirərsə, şəhərli, kəndli, məktəbli, həsənli, bax soyad. Həsənli, soyad. Kazımlı insandır. Bu isim. Amma verən yerli cəmaat, yerli əhali, testdə də variant budur. Yerli. Sifətdir. Yağlı, duzlu, sulu, necə? Bunlar əlamat keyfiyyət bildirir. Bunlar nədir? Sifətdir. Yadda qalar. Amma Azərbaycanlı. Azərbaycanlı insandır. O isimdən isim düzəlir. İsimdən isim düzəlir. Azərbaycanlı, özü yox isim. Hər hansına bir nümunə dedim. Buradan da bir iki nümunə deyim. Keçid dəqiqliyindən şəkilçilər. Varlı. Varlı o sifətdir. İsimdən sifət düzəlir. Varlı insan, necə insan? Varlı. Varlı artıq insanın, varlı insanın keyfiyyəti deməkdir. Yoxsul olmaq, varlı olmaq onun keyfiyyətidir. Gəldik feylə. Bəli, məsələn, azğın düşmən. Buradakı az, sifət az deyil. Yolunu azmışdır. Yolunu azmışdır. Azğın düşmən. Və ya sınmaq, sınıq körpü. Azğın. Baskın nədir? Baskın isimdir. Baskın isimdir. Bax, ona görə deyim, orada şəkilçiyə bir göstərəcəm. Məsələn, orada bir şəkilçi var ki, anonimdir. Həm isim düzəldə bilir, həm sifət düzəldə bilir. Sonra, yəni çoxdur nümunə. Qıcı şəkilçisi, məsələn. Qıcı da amonim şəkilçisi. Amonimdir, həm isim düzəldir. Məsələn, deyəm, satıcı, insandır, satıcı insan. Mən buna necə sifət deyim? Qırıcı təyyarənin növüdür, qırıcı təyyarə. Aha. İndi deyirəm, qaldırıcı kran. Qaldırma, qaldırıcı kran. Qaldırıcı, qızdırıcı vasitələr. Məsələn, plətə qızdırıcı vasitələr. Düzdür? Bildiniz mi indi? Feildən nümunə göstərdim bitkidən. Oradan hamısını izahını verəcəm sizə. Satını düzəltmə deyil. Nə? Düzəltmədən Satıcı düzəltmə isimdir, insandır, isimdir. Ortaq şəkilçilər var. Biz buna deyirik şəkilçilər namoyundur. Şəkilçilər namoyundur. İndi nümunələrə gəlin baxaq. Bir dənə testə kitab qoymuşsunuz da qalansa. O şəkilçiləri əzbərləyəcəz uşaqlar. Kim testlərin ötəsindən səssiz gəlmək istəyirsə, bunu eləməlisən. Bir də ona keçməzdən öncə testdə bunu salıblar. Baxın,
haranı sileyim ki, kobranı sileyim, mən özüm üçün yer açım. Ben orada altta yeri yoktu. Bu nümunələr var kitabda, ona görə ürəkli silirəm, onsuz var. Baxın, bu sözü salıblar, bunu. Testdə var. Neçənci testdə unutmuşam? Düzgün. İsimdir. Hə, Mil düzü, Muğan düzü. Çölün adıdır da, oy. Çölün adıdır. Muğan düzü, Mil düzü. Sahə, düzənlik mənasıdır, Allah'ım. Bir ədəb. Məsələn, feildir. Feil olur. Kitabı rəhbər düz. Kitabı rəhbər nə et? Düz. Düz. Bəli. Sonra işlədirəm sifət kimi. Düz insan. Düz söz insanın başını uca edər. İsim Nasıl gəlir. söz? Ne düz? Bəli. Mən düz oturaq. Düz sifət kimi. Aha. Ben Əyri oturaq düz danışaq. Testə salın. Testə salın. Əyri oturaq düz danışaq. demək ki, Zəb. düz danışaq, burada özündən sonra Düz nə gəldi? Düz danışaq. Nə gəldi özünə? Feil. Testə düşür. Feil gəlir. Bu zərfdir. İndi deyir ki, maşın düz danışan aslında. qüvvətləndirici ədəb. Bəli, əgər mənadan düz sözünü çıxar, cümlədən düz sözünü çıxardıb heç bir dəyişiklik. qırağa qoysam, heç bir dəyişiklik baş vermirsə, cümləyə xələl gəlmirsə, yəni ziyan gəlmirsə, ədaddır. Bu bir təsir gücünü. Bəli, deyirəm, o mənim düz gözümün içinə baxırdı. İndi düzü çıxardıram. O mənim gözümün içinə baxırdı. Sadəcə məna zəiflədi. Ədadın işi nədir? Bəli, o şeydə, demişdim, ədad bizim sözlərin, cümlələrin sodasıdır. O çay sodası var, ha, kabartman tozu, çay. Tökürsən, puf, şişirdir. Sadəcə o işe baxır. Həmin şeydir, həm də ədaddır. Cümlədən çıxar. Cümlədən çıxanda məna dəyişmir. Məna dəyişmirsə. Dəyişmirsə, bilin ki, ədaddır. Aydındır. Çünki böyük yazır, çünki cümlə elədik daha bunu. İndi baxdıq şəkilçilərə. Evdə siz bunu bir-bir oxuyasınız, siz onun hösələniz çatasıdır. Burada dedik, həmi isim düzəltdi, həmi sifət düzəltdi. Bildiz, dağlı, dadlı, duzlu, sulu, güllü, bu artıq sifətdir. Sız, siz, sus, süz. Bu şəkilçidən gəlir sizə deyim. Bu şəkilçidən. Başlamış etibarsız da yazsa olur. Ha? Başlanğıc formasında Etibarlı? Etibarsız. Etibarsız. Bəli, odur sifət. Sız, siz, sus, süz şəkilçisi. Bunun gəlin sizə özəlliklərindən danışın. Bax, bu sız şəkilçisinin. 1. Həmin sözün birbaşa kökünü artırıla bilər. 2. Sözün Özündən kökü. qabağa qrammatik şəkil. Bəli, qrammatikdən sonra da artıra bilər. Elə məharət var. Daki, dəki, sildim, Ki, sız, daki, ki, özünə qabağa qrammatik şəkil. 4 şəkilçi bizim daydaylarımızdır. Yadınıza gəlir, demişdik. Başlanğıc formanın içinə keçə bilər. Ondan sonra bunun özəlliyi daha siz nədir? Bu şəkilçili sifətlər rahatlıqla zərfləşə bilirlər. Sız şəkilçili sifət varmı? Ondan sonra mən feil işlədə bilərəm uşaqlar. Sensiz yaşamak. Bəli, sənsiz yaşadım. Mən illərdir sənsiz yaşadım. Necə yaşadım? Sənsiz. Sənsiz, susuz sifətin şəkilçisidir. Buna deyirik sifətin zərfləşməsi. Elmi adı nədir? Sifətin adverbiallaşması. İngiliscə zərfə adverb deyilir. Həmin şəkildə orada götürür. Sifətin adverbiallaşması. Biz deyirik, əgər sifət zərfləşə bilərsə, elə bir həm də sifətin cümlədə rolunu izah edirəm. Sifətin cümlədə rolu bayaq yazmışdım. Cümlədə təyin olmaq. Təyin. Sifət zərfləşərsə, özündən sonra feili izah edə bilərsə, onda nəyə çeviriz? Cümlədə zərfli olur. Zərfli. Sənsiz yaşadım. Necə yaşadım? Sənsiz yaşadım. Sifət zərfləşdi oldu zərfli. Demək istisna halda sifət zərfli ola bilər. İstisna gibi. Bax, bunun hesabına bax. Bu bilirsiniz nə məharətli şəkilçidir. Məsələn, indi bax, bura bax. Deyirəm, evsiz adam. Evsiz. Birbaşa kökü artıq. Elə. İndi deyirəm, atamsız. Ata. Sözün kökü. Mənim atam. Mənim atam. İndi daha da bir dənə sız. Atamsız yaşaya bilmərəm. Necə yaşaya bilmərəm? Atamsız. Ne? Şeydən sonra artırıla bilər. Qrammatikdən, mənsubiyyətdən sonra artırılır. Onu da belə vurğuladıq, sonra getdik. O şəkilçidir. İndi gəldik bu şəkilçi. Bunu sizdən bundan danışım. Sizə kimdən deyim, nədən deyim? Hamısı da vacib şeylərdir, silmək istəmirəm.
Yəni testdə sənə lazım olacaq. Hə, şəkli çək. Test işlərində sənə çox lazım olacaq. Yəni bu dəqiqə test işlətsən, lövhəyə baxsan, inan səs yazacaqsan. Çünki mən testə düşənlərdən deyirəm də, daha əzbərləmişəm, bilirəm mən. Çəkdim mi Rəşad? Nə? Nədir? Yox. Vüsal qovuşmaq deməkdir. Hicran onun əksidir, ayrılıq. Vüsal birləş qovuşmaq, hicran ayrılıq. İkisi də isimdir. Birisi adil olmak. Gəldən qızınıza hicran adı qoymayın. Mənası pis olan adları qoyun. Niye müəllim? Nə dərəcədə? Hicran ayrılıq deməkdir. Düzgün deyil. Uşağın adını qoyurlar intiqam. Ay, nə adı? Uşağın adını, məsələn, mənim anamın adı Mərizədir. Amma çox səhv edir qoyurlar. Mərizə farsça mərə sözündən xəstə deməkdir. Nə ağılla xəstə sözünü evlada qoyurlar. Mənasını bilmir də var. Elə ad seçin mənası gözəl olsun. Çünki ad insana təsir edir. Təsir edir. Qurban. Uşağın, oğlum uşağın adını qoyurlar Qəmbər. Qəmbər daş deyil, qara daş. Amma niyə uşağa qoyursunuz adı? Adı gözəl olan şeylər, mənası gözəl olan şeylər. Mərmər şeyin adıdır. Mərmər hazırlayırlar, xüsusi materialdır da, xüsusi material. Daş, il, qullar, elə bir materialdır. Allah zor eləsin o. Qəbir daşlardır, çox hoş edir. Hə, gəldik bu şəkilçiyə. Bir sizə xırdalıqlar var orada. Sakit olun. Biri var. Amma onun şəkilçisidir bu da. Bəli, o şəkilçisi. Biri var bir cür yazılan iyi bir şəkilçisi. Dünyəvi əşyavi. Ah, Bu sözlər bir sadə rəqəmdir. Çünki hələ bu bini demirəm. Hələ bini demirəm. Qulaq asın. Bax, bunun açıqlaması nədir? I, I, U, Ü. Elə. İ burada da var, burada da var. Bu milli şəkilçidir. Çünki 4 variantdır. Ahəng qanun tələbi var. Zami qulaq asırsan. Telefonu göstər. Ahəng qanun tələbi var. Amma bu bir cür yazılanda bağlanmadı. Müəllim, bəs mən sözdə necə seçim ki, mənim sözüm içindəki i alınma idi, yoxsa milli idi? Çox asan. Nədən seçirsən? Bu şəkilçili sözlər forma bildirir. Bu şəkilçili söz keyfiyyət bildirir. Keyfiyyət. Yəni, bu əlamət bildirir. Forması əlamətidir də, gözlə görürəm. Bu ki, məsələn, burada deyirəm, tarixi hadisə. Necə hadisə? Tarixi. İnqilabi. İnqilabi gözlə görə bilərsən, görə bilməzsən. Amma armudu, badamı, palıdı, fikir verirsiniz, rahatlıqla görə bilirik. Burada nümunələrə baxın, badamı, qəhvəyi, gümüşü, armudu, bunlar nədir? Rəng, əlamət bildirir, forma bildirir, rəng bildirir, əlamət bildirir də, düzdür? Amma bu inin qabına baxın, tarixi, tibbi, hərbi, inqilabi, indi bildiniz mi, hansına alınmadı, hansına millidir? İndi gəldik bu vi məsələsinə. Bu əslində, bax məsələn, dairə sözü saydədir. Dairəvi artıq oldu düzəltmə. İsimdən sifət düzəltmişəm, deyil mi? Amma elə sözlər var ki, istisna. istisna sözü. Kimyəvi. Tərbiyəvi sözü. Yox, tərbiyəvi düzəltməz. Tərbiyəvi düzəltmədir. Çünki Tərbiyə... orada biri çıxartsaq kimya sözüdür, kimya sözü. Kimya sözü yox. Mən kökdən dəyişib fleksiya yoxdur. Fleksiya. Ayrılıqda işlərə bilmədiyinə görə xromoy sadə kök olaraq görürük. Sual. Dünyəvi. Əşyəvi. Amma irsi sözü, irsi. O, bu düzəltmədir. İrsi. Sözün kökü irs. Gen deməkdir. Xəlqi. Məsələ nə yerdədir? Demək, baxın. Sözə şəkilçi artırmışam düzəltmə olsun, amma düzəltmə olmadı. Sadə idi, yenə sadə olsun. Bəli. Fleksiya uğramaq nə demək? Kökdən dəyişib. Kökdən dəyişib. Sarı sözü sararmaq. Kimya sözü də əyət edir. Bəli. İndi bir də qulaq asın. Bu sözün kökü.
Azərbaycan dili iltisaqi dildir. Azərbaycan dili ümumiyyətlə türk dilləri. Türk dilləri deyir ki, köklə işindir. Kökdə dəyişiklik. Bura toxunmur. Bura toxunsan deyir iltisaqilik prinsipi pozulur. Yəni türkün qoyduğu qanun pozulur. İndi bura fikir verin. Kimya sözünə viya artırmışam, olur kimliyə. Artıq dilimizdə kimliyə sözü yoxdur deyə biz bunu kökdə dəyişkənlik başlayır. Dedik fleksiya olur. Kökdən dəyişir. Yəni mən şəkilçini artıranda kökə toxundum. Kimya isimdir, kimyəvi sifətdir. Amma mən bunu sadə götürürəm. Çünki kökə toxunulur. Kimya sözü yoxdur. Dünya sözü yoxdur. Əşya, xalq sözü yoxdur. Xalq, dünya, əşya kim? Bu sadə sözlərdir. Fleksiya uğrayan sözlər sadə sözlərdir. Biləsiniz. Yadda qaldı. Hə. Sonra getdik. Cıl, zarafatçıl, ölümcül, asandır bunlar. Dakidəki sır sifətin şəklisidir. Bayaq özəliyini deyirəm. Yalnız hansı sualına cavab verir. Ayan, sığallam onu, yatır. Sən duranda, sığallayanda o da yatacaq. Vur qoy ayısın. Vur ayısın, sığaladıqca yatır. Kökü. Sakin. Bu da amonim şəkilsidir. Həm isim düzəldir, Həm də sifət sifət düzəldir. Bəli. Sürtmək, sürtkü. Sürtmək, sürtkü isimdir. Sürtkü isimdir. Və ya bitmək, bitki. Feildən isim düzəldir. Və ya mənimki, səninki, onunki, bunlar isimdir. Amma burada sifət necə düzəldir? Baxın. Zərfdən sifət düzəldir. Dünənki, bugünkü, sonraki, bayaqki zərfdən sonraki. Bəli. Lıq şəkilçisi amonimdir. Həm isim düzəldir, həm sifət. İndi mən deyim, siz deyin. Daşlıq, isim. Qumluq, isim. Küllük, isim. Müəllimlik, isim. Analıq, isim. Görsən bunlar isimdir. İndi deyirəm, aylıq maaş, sifət. Gündəlik plan, sifət. Nümunələrinə baxın qabaqdır. Donluq parça, sifət. İkilik taxta, sifət. Keş, zəhmətkeş, cəfakeş. Zəhmətkeş insan, cəfakeş. Kar-keş şəkilsinin bir özəlliyi var. Bir də mən tələffüzdə heç zaman dəyişmir. Tələffüz zamanı dəyişmir. Dəyişmir. Alınma şəkil. Kar-keş şəkilsi istisna şəkilçiləridir. Tələffüz zamanı bunlar cümlə keş. Zəhmətkeş yazırıq. Eləcə də deyil. Zəhmətkeş olmaz. Mən bir də özəlliyi təkəzalı sözlərdə ki, Oldu dəyişir. Bəli. Milli sözlər. Sonra gəldik nəyə? Zəhmətkeş, cəfakeş. Bax, ümumiyyətlə tək bay yox. Yadda saxlayın, bir dəfəlik deyil. Ön şəkilçilər. Ön şəkilçilərin elmi adı nədir? Prefikslər. Sufiks sona. Şəkilçilər. Bir dəfəlik. Ön şəkilçilər. Hamısı leksikdir. Hamısı bir də alınma. Hamısı alınmadır. Hamısı sifət düzəldir. Hamısı sifət düzəldən leksik şəkilçilərdir. Məkan, la məkan. Məkansızdır. Vəfa, beyvəfa. Məzən, baməzən. Təmiz, natəmiz. Natəmiz sifətdən sifət düzəlir. Görürsünüz qeyd var. Sonra keçdik. Kar amonimdir. Kar sifətlə düzəldir. Sənətkar desəm nə olar? Sənətkar. Bu isimdir. Amma həvəskar desəm nə olar? Nə? Səfas. Ba-səfa. Ba şəkilsi sanki bir əkslik düzəldir. Əkslik. Ecazkar nə demək? Həddindən artıq gözəl. Həddindən artıq gözəl. Hanı o söz? Bir dənə. Səfa çevirirsə nə olur? Cəfa, səfa bir-birinə əks mənalı sözlər. Cəfa əzəl deməkdir. Səfa xoşbəxtlik. Ba, səfa yəni xoşbəxtlik olmayan, sadətsizdir. Sonra harda qaldıq? Banı bildiniz, cəfakeş, ecazkar dedik mi bu nümunələrdə? Bax dilimizdə ecaz sözü var ha. İndi bəzən otursaz deyərdik ki, ecazkar sadə sözdür. Amma ecazkar düzəltmək. Oldu. Xah, xeyir, xah, bədxah, şəkcə bil. Yəni bunların amonimliyi yoxdur. Tumançaq.
tumançaq. Bunlar nədir? Sifət düzəldir. Hansı isimdən? Onları deyəcəm sizə. Sonra gəldik nəyə? İvidəki bunları izah eləmişəm. Mehdi söhbət eləyirsən, məndən bərabər şəkilçiləri müzakirə edirsən. Deyir Çar başkanı. Şimdi məndən sor. Kar həm isim düzəldir, həm şey. Kar belədir. Qoy mən o sayı deyəcəm. Kar fars dilində əslində iş deməkdir. Bizim dilimizə şəkilçi kimi keçir. Bax, xanadır. Farslarda əslində sözdür. Biz onu şəkilçi kimi də istifadə edirik. Kar əslində iş deməkdir. Bax, bekar nə deməkdir? İşsiz. Bekar deyirik. O ləhcədir. Deyirik. Kimsə haqqında deyilir. Bekar şey. Bekar nə deməkdir? Bekar, işsizdir. Amma biz onu şəkilçi kimi istifadə edirik. Sənətkar, yəni işinlə məşğul olan, bax bu mənada. Feildən sifət düzəldən şəkilçilər. Gəldik bura. Sizi nə çaşdıra bilər? Ahan əyən şəkilçiləri ya feil sifətin rolunda oynaya bilər, ya da leksik şəkilçiləri. Əndən ağan əyən. An Əllə, ağan əyən danışdım. Ağlağa. Baxın, bu iki şəkilçinin testə qatıb. Bax, ağan leksik şəkilçi kimi. əyən. Sırf sifətin leksik şəkilçisi. Amma bir də var, bunun axırındakı olan Feil sifətin şəkilçisi. Əgər inkarda Bəli. Doğru. Düz. İndi sakit izahını verək. O birilər başa düşmür. Demək, iki dənə nümunə yazıram. Zamit Rəşad bitirilməm. Bəli deyil. Əlində nə var Zamit? Qoy soruşsun. Buraya yazıram qaçağan. Buraya yazıram qaçan. İndi gəlin. İkisi də necə sualına cavab verir. Ortaya da yazıram at. At. Qaçan at, qaçağan at. Bu iki şəkilçinin arasındakı fərq. Bir, bu leksikdir, bu qrammatik. Bu bir. İkincisi, bu daimilik bildirir. Bu daimilik bildirir. Amma bu müvəqqəti bir şeydir. Hazırda qaçır 2 dəqiqəyə dayanacaq. Amma qaçağan at, o artıq atın xarakteridir, daimi. Ya da ki ağlanan uşaq deyirik. O uşaq məsələn daimi şəkildə, yəni çox vaxt Zığ uşağı dedik, ağlanan. ağlamandır. Ancaq ağlayan deyəndə hal-hazırda ağlayır. Amma birazdan Susacaq. Bəli. O mənada gedir. Bəli. 2 dəqiqəlik ağlamaq, ağlayan olmağa demək deyil. Sus sakit uşaq. Bəlkə acıda ağlayır. Hə, indi bax. Və üçüncü ən əsasdır. Üçüncü ən əsasdır. Bəli. Bax, feili sifət uşaqlar. Feili sifətlə sifətin ortaq cəhəti budur ki, sualları elmidir. İkisi də necə, nə cür hansı sualına cavab verir? Dincəl! Söz səsi kəsin. Qaynayırlar, danışan mən yorulan bunlar. Ayaqüstü olan mən qaynayan bunlar. Niyəsə mənə çox sən yorulursan, niyə bilməm. Danışan da mən, ayaqüstü olan da mən, sən ama yorulursan, niyə, nədən bilməm. Yerim rahat, nə istəyirsən? Testdə işləyəndə bu çıxacaq axı qabağına, bilirəm. İndi sən bunda səhv elə gününü gör. Boşuna danışıram burada. Profesorlar, qoyarsan 10 dəqiqə, 15 dəqiqə qalıb qaçar. Testdə də gəldi gözün bilir. Nəyi deyirdim? Çalışdıran şey nədir sizin? Sakit olun, bilənlər susun, bilən bilir. Bilməyənlərə qoy izah edin. İş orasıdır ki, ikisinin də sualı eynidir. Və bu bizi çalışdırır. İkisi də isimdən əvvəl gəlir. İkisi də eyni suala cavab verir. Bunların arasında fərq budur ki, feili sifətdə iki hissəsinin xüsusiyyəti var. Həm sifətin, həm feilin. Bu suala cavab vermək, isimdən əvvəl gəlmək, izah eləmək. Bu, bunun sifətat xüsusiyyətləri. Amma bunun feilat xüsusiyyəti də var axı. Biz bunu rahatlıqla inkarda deyə bilərik. İnkar şəkilsi ma, mən. İkisinə də artıraq. Görək hansında alınır. Qaçan at, qaçmayan at. Alınır. Qaçmayan at alınır. Demək bu feili sifətdir. İndi qaçağan. İndi bura deyim mamə artırıram. Qaçmağan. Qaçmağan at. Alınmadı çünki sırf sifət. Sırf sifət onu inkarda deyə bilmirəm. Tələffüz oxşardır, uşaq çaşır. Sualı sifətin sualına cavab verir. Qətiyyən çaşmayın. Anlayan şəkilsi feili sifət. Feili. Bunu da sizə deyim.
Bu izahdan sonra əminəm ki, səhv edəsiniz. Sonra gəldik ar-ər. Bax, ar-ər də. Qabağına belə çıxsa. İndi baxın, necə işlədirəm mən bunu. Biri var, belə bir atalar söz deyirəm. Deyirəm, su axar, çuxurun tapar. Su nə edər? Axar. Bu ar-ər, bizim bundan nə işimiz var? Gələcək zaman şəkli. Bu fiil gələcək zaman şəkli. Bir də var deyirəm, bunların yerini dəyişirəm. Axar su duru olar, axar su təmiz olar. Hansı su təmiz olar? Axar su təmiz. Bu artıq nə demək leksik şəkilçidir? Amonimdir də, həm leksikdə, həm də geri gətiriləcəkdir. Bənzər hadisə. Bir var deyirəm, alma almaya bənzər. Alma almaya nə edər? Bənzər. Atalar söz. Amma da deyirəm, bənzər hadisə. Hansı hadisə? Necə hadisə? Qankən, çalışqan, döyüşkən, bunlar rahatdır, asandır. Azğın, əzgin, vurğun. Vurğun sözü testdə var. Vurğun baxışlar da, belə bir əsər adı da var. Necə baxış, hansı baxış? Vurğun, bəli. Düzgün sözünə diqqət etmək lazım. Bax, düzgün sözü testdə var. Düzgün sözünün kökündəki düz, feil düzdür. Mən onu tapmaq. Feil düzdür. Onu tapmaq yolu 4 variant şəkil istər. Əgər öyle varsa şəkilçi. Yox. Bəli, Əgər 4 variantsa feil deyil. Əgər şəkilçinin tərkibində bilinlik varsa feil. O deyil, 4 variant. Bir dənə istisna olaraq lük feilli sifət götürülür. Götürə bilər. 4 variant şəkilçilər feildən düzəldir. 2 variant şəkilçilər adlardan düzəldir. Düzgün sözünün kökündəki düz feil düzdür. Sonra getdik. Qımkin, qumkin, satqın, kəskin, tutqun, tutkün. Bax, qımkin, qumkin sonu kar-samitlə bitən feillərə artırılır. Ammağımkin,ğumgün sonu cildikli samitlə bitən feillərə artırılır. Bunu da yadda saxlayın. Öqü-qüqü, açıq, sökük, uçuq, rəvun məsələdir, asan. O kəndə şəxs şəkilçidir, qrammatik şəkilçidir. Qırıcı, öldürücü, dondurucu. Qırıcını biz buraya ismə yazmışdıq. Təyyarə, amma bu təyyarənin növü kimi gedib. Təyyarənin növü kimi gedib, bəli, satıcı 100%-sində. Qırıcı sifətdir. Qırıcı təyyarə necə təyyarə? Artıq onun sifət bildir. İsmi yazdı başına. Sifət deyil əslində, sifət deyib oraya yazdım. Sifət dedim oraya yazdım. O çünki bayaq gözünə Mən sataşdım. kimi göstərdi, satsın. Benim onu oraya yazdım. Yaxşı. Amma sən sot vermişəm. Sonra ınçınç, qorxunç, gülünç, mamə. Mamə də mazməzdir. Mazməz. Biri var belə qabana çıxar. Sən çaşdıran şeylər yazır. Hə. Mazməz burada manı bir, inkarızında bir götürür. Mazmır. Belə desəm, bu qala heç vaxt alınmaz. Belə desəm, buradakı Orada mazmur. ikarlı şey. Bəli, bu gələcək Mən qeyri gəti gələcəksən onu inkar edirəm. Bu gələcək zamanı, geri gətir gələcək. Yerini dəyişdirdik. Bəs desəm, alınmaz qala. Onda leksik, parçalanmışsan, leksik. Qorxaq, bu aqrəb şəkilsən də isim də düzəldə bilər. Məsələn, tutaq ki, sana verib daraq. Daramaq feylindən, daraq ismi düzəldir. Bu isimdir. Bu həm isim düzəldir, çaşmır. Həm də qorxaq. Necə? Qorxaq, çökək. Soyumaq, soyuq. Böyük sözü testdə çox düşür. Burada Böyümək, böyük böyümək, bəli, böyük. Kiçik amma sadədir. Bu sözlərə baxın. Böyük düzəltmədir. Kiçik sadə. Böyük düzəltmədir. Bölmək sözü. Baxın. Sarı, elə saral. Mən flex Fleksiya olur. Amma qaralmaq. Qaralmaq düzəltmədir. O necə? Kiçik, Hə, o düzəltmək. bax. Kiçik. İndi deyirəm kiçilmək. O da flex. İkisi də sadədir. İkisi də sadədir. Fleksiya. Bəli, fleksiya. Sarı sözündən saral, kiçik sözündən kiçik. Yəni kökdən dəyişərək məna dəyişir. Bu sözlər sadə ola biləsiniz. Sonra dolu, köçəri, bax bu cür yazılan şəkil, köçəri, ötəri, ötkəm, qısqanc, utancaq, yığcam. Xeyr. İşarə məndən sorarım. Əymək, əyri, kəsər. Bax bu cür yazılan şəkilçilərə diqqətli olun. Bu şəkilçilərin damolimli izah elədim. Vaxtımıza nə qədər var? 17. Hə, 17 dəqiqə. Bəs elə belə dükan ustası elə mürəkkəbi də izah edək, ümumiyyətlə mən elə tapşırıq verə bilərəm. Bilək ki, sifətin vuruluşu bitdi,
Bir dənə qalır dərəcəsi və morfoloji xüsusiyyətləri. Onu da ikinci kəsdə izah edərəm. Sonra birləşdirərəm bunlar. Mürəkkəb sifətlər. Kimin düzəltməyə aid sualı var? Kim burada nə başa düşmədi? İbrahim, onu burada atsın. Saat 2, ən nifrət elədiyim məşğələ saat. Yiyirlər, gəlirlər, otururlar, yuxud aparır, tox qarına yatmaq. Hansını? Ama biraz da soracağım. Bax, necə suallarsan, baxırsan, məsələn, sən deyir ki, hansı variantda sifət yoxdur, hansı cümlədə sifət yoxdur. Sən də baxırsan ki, bütün cümlələrin içində necə sualın cavab verən söz. Sən qaldın artıq belə ki, bu nədir? O necə sualın içində feyli sifət verir. Baxırsan ki, an ən şəkilçili söz, bir də amaləyən, içində an var deyə, içində an ən şəkilsi olan söz var. Sən onları inkarda deyil. İnkar şəklisi deyə bilsən, o feyli sifətdir. Deyə bilməsən, feyldən düzələn sifətdir. Məsələn, sənə nümunə deyim. Sakit. İndi məsələn, deyirəm, gülən uşaq, güləyən uşaq. Siz deyin qodur hadisi. Murad, gülən uşaq, güləyən uşaq. Səncə hansı feyli sifətdir, hansı sırf sifətdir? Hansı inkarda deyə bilərsən? Gülən uşaq, güləyən uşaq. Gülən, gülməyən uşaq. Gülən uşaq, gülməyən. Hansını deyə bilər? Gülən, gülməyən. İndi güləni mən inkarda dedim. Gülən, gülməyən. Səncə bu sifət yoxsa feyli sifət? Feyli sifət. İçində feyli xüsusiyyəti var. İnkarda deyə bilməyəm. Amma gülməyən sözünə diqqət edin. Bax. Gülməyən. Elə? Gülən, gülməyən. Bir də deyirəm. Bu an ən, bu da mənim inkarım. İndi öbürsünü yazıram. Gülmə, bir dənə yazıram əyən. Alındı, gülməyən. Olmadı. Gülən, gülməyən. Alındı, alındı. Bu feyli sifətdir. Bu feildən düzələn sifətdir. Sırf sifət. Yada qaldı. İndi mürəkkəb. Şöyle ayrı yazılan mürəkkəb sifət var. İsim sifət ayrı yazılır. Mürəkkəb ayrı yazılan isim sifət yoxdur. Amma yerdə qalan 4 feil, əvəzli, say, zərf ayrı yazılan var. İndi quruluşca mürəkkəb sifətlər 2 yerə ayrılır. Defislə yazılan, bitişik, ayrı yazılan yoxdur. Ya defislə yazılar, ya da bitişik. Ama kəmşirin bitiş yazılır. Kəmşirin azaltma dərəcəsi. O quruş, o azaltma. İndi baxırıq. Yaxın mənalı, sinonim birləşməsində nə mənə gəlir? Məsələn, güllü çiçəkli, güllü çiçəkli. Aha. 2 düzəltmə sözünün özü birləşməsidir. Fikirlər 2 düzəltmə, güllü çiçəkli. Gül çiçək sinonim. Defislə yazılması. Əks mənalı, yəni antonim. Enişli yox. Enişli yoxuşlu yollar, ağrılı acılı günlər, ağrılı acılı. Ağrılı sinonim. Acılı şirinli demək istədim. Dayan. Ağrılı acılı sinonim. Onu yuxarı yazılır. Acılı şirinli. Ay sol. Onlar böylü kiçikli gəlmişlər. Böylü kiçikli. Bax böylü kiçikli orada adverbiallaşa da bilər. Hərəkət gəlmişlər. Bilirsən necə gəlmişlər? Böylü kiçikli. Az. Sonra səssiz. Nəsilli köklü. Nəsilli köklü. Deyirəm çox nəsilli köklü qızdır. Necə qızdır? Nəsilli köklü. Orada yaxın mənalı. Yaxın mənalı. Sonra təkrar olunan. Məsələn, şirin, tez-tez zərf. Tez-tezdən sonra sən isim işlədə bilərsən. Zərf. Ən tez insan deyil. Təkrarlanan sifətdən Sonra sonra. gəlir isimlər cəmdə olacaq. Məsələn, Özündən sonra bəli cəmdə olmalıdır. nağıllar. Mekdir. Zahmet. Hadi tez insan diyebilirsin. Təkrar olunan sifət varmı? Şirin, şirin, dadlı, dadlı. Təkrar olunan sifətlərdən sonra gələn isim cəmdə olmalı. Gələn isim cəmdə olmalı. Larla, nağıllar yazın, nağıl yazmadım, yazsam səhv yazardım.
Bunu testə necə saldı? Yəni bir sıra bir çoxlansa. Ha, bir çox, bir sıra gələn isyan cəmcəmlər. O saydı. Saydı bir də bunu da. O saydı. Bu artıq sifət. Sonra bir tərəf, həm də bunlar defislə yazılır da, belə sifətlər defislə yazılır. Sonra bir tərəfi və ya hər iki tərəfi mənası olmayan, kağız kağız isimdir. Amma məsələn, da deyirəm, əyri üyrü yol var. Əyri üyrü. Əyri bilirik nədir? Əyri bilirik nə? Və üyrü nədir? Mənası yoxdur. Mənası yoxdur. Biz buna Zizdibi. zizdibi isimdir. Biz sifətdən danışırıq. Kağız. Mehdi, bir özünə gəl. Mövzumuz nədir? Sən dediyin hansı isim daxil? Zizdibi. Evet, ben bu benden de bir tane. İçimdən saatə şaşmaq gəlir. Mehdinin səhvini mən nə dedim? Sən yox səhvini təkrar edirsən. Ama ben bir görür var şeyler yapmayacağım. Çünki niyə ayrı şey yapacağım? Mən sifətdən danışıram. Bəli, çünki ondan sonra feil işləm. Ümumiyyətlə bu söz qrupu fərqi yoxdur. İstər isim olsun, istər sifət olsun, istər zərf olsun. Bir tərəf və ya hər iki tərəf mənası yoxsa biz onu defislə yazırıq. Sizi də çaşdıran budur. Bu çünki obran itiksələndir, bunu rast deyirsiniz. Amma söhbət burada sifətdən gedir. Yada saxlayın. Mənası olmayan tərəfə biz ritmik söz deyirik. Çörçöp isimdir sifətdir. İsim. Çörçöp nə? Ağappaq o sifətin çoxaltma dərəcəsi. O çoxaltma dərəcəsi. Onu o dərəcədir. Onu Defisini yazır. hə. Biçik. Qarma qarışıq, bəli. Qarışıq sözünün izahı var. Amma qarma Sözü dedik, ritmik söz. bəli. Bax, ritmik sözlərdən biz burada ritm tutmaq üçün istifadə etmişik. Bunlara ritmik sözlər dedik, mənası olmayan. Əzik üzük. Oradakı üzük, bu üzük deyil ha. Ritmik söz kimi işlətmişik, əzik üzük. Onlar nə yazılır? Defislə yazılır. Sonra tərkibində qeyri sözü olan, Qeyri-müəyyən. qeyri-adi, qeyri-müəyyən, bəli, qeyri-insani hərəkətlər. Bunlar nədir? Bir de izafet zaten formatında olanlar. Əks olanlar. Məsələn deyirəm, əks. Gerek. Yox, əks yox, əks. Ama eksi o beşirli kontrol olanlar. İndi bizə sifət olan bölməsi lazımdır. Eks-prezident. Hansı prezident? Eks-prezident. Hə. Biz de adını olur. Onlar isimdə. Hayır Rəşad, isimdən çıx. İsimdən çıx. O qədər istifadəliyir ki. Yaxşı. İndi kitabınızda necə edir? Bunu da izah edeyim. Bilin ki, nə defislə yazıldı, bunu bildiniz. Sadəcə, baxın. İki sadə üstə gəl sadə. İki sadə sözləri birləşib mürəkkəb sifət əmələ gətirə bilərəm. Məsələn, alagöz. Alagöz. Sonra deyir, iki düzəltmə. Düzəltmə sayasın. Dəvə dabanı isimdir. İsimdən çıxır, biz sifətdəyik. Bu deyil, yazmışam. İki düzəltmə sözün birləşməsi. Acılı, şirinli, güllü, çiçəkli. Bu da yazmışam. İki düzəltmə. Və ya Mən ürəyə bir sadə bir düzəltmə. Hə, indi onu buraya yazdım. Ürəyə artıq ürəyində olabilir. Bir sadə, Vidadi. Gələn dəfə bunların hamısını bir-bir tək-tək səndən soruşmaq mənim borcum olsun. İndi Allahın altında bir də cavab verəcəksin. İndi Allahın altında cavab verəcəksin. Bir sadə bir düzəltmə. Bax, gəl iki sadə, iki düzəltmə, bir sadə bir düzəltmə. İndi mən nömrə deyim, siz deyil. Enli kürəkli, hansı düzəltmə? Açıq ürəkli. Açıq ürəkli. Düzəltmə. Əli açıq. Şəhərlər arası. Sadə. Şəhərlər arası, ikisi də sadə. Sadə, iki sadə. Testdə var bu şəhərlər arası. Seçə biləcəksiniz də yəni. İndi gəldik bir çift yazdım. Buna deyirik iki müxtəlif məna. Müxtəlif məna nə demək? Yəni götürdüyüm bu iki söz var mı? Onun mənası bir-birinə nə yaxın olmasın, nə əks olmasın, nə təkrar olmasın, nə də bu qrup. Yəni bu söz qruplarına daxil olmayanlar. Biz bunlara deyirik iki müxtəlif mənalı sözün birləşməsi. Necə yazılır? Bitişik. Məsələn,
Xeyr. Yox. Müxtəlif mənadır. Çünki şəhərlə ara sözü nə sinonim deyil, nə antonim deyil, nə təkrar olunmuyor. İkisinin də mənası var. O yazdıqlarınız indi. Bunlar defslə yazılır. Altta İndi- yazırsınız. indi Altta bax. altta yazırsınız. Bu nağılları bunu dursun. Şirin nağıllar bir, bu 11 sizdə, bunu bildiniz də. Bunu şey. Bunlar defslə də yazıla bilər. Bu da acılı şirinlik, ikisinə də aiddir. Burada yazı bilərəm, burada. Məsələn, şəhərlər arası sadə. Şirin də sadə. Bu ikisinə də aiddir. Həm bura, həm bura. Biçdiricilərlə yazılarsa, adı üstündə, biçdirici. Məsələn, rəngbərəng. Mən bunu necə yazmalıyım? Rəngbərəng. Bir dəfə testdə havalanmışdım. Zərf mövzusundaydı, bunda deyildi. Zərf mövzusunda götürüb uşaq bunu düzgün variant götürür. Gün, bə, defiz, gün. Az qardım, başımı alıb yerə çırpın. Ağzımızda ona deyirik ki, bitişdirici. Ay, bitişdirib da bunu. Bu niyə defslə yazırsan? Rəngbərəng. Məsələn, cürbəcür, rəngbərəng. Nə var burada deməliyimiz? Bax, şimdi dəvə Abi bizim quşu duruşu bir yerden sifət. quş adıdır. Quş adı, isim. Gördün mü? Yaxşı. Görün qaldı mı nəsə? Məncə qalmadı. Bizim qaldı. Alınma sifəti etiyoloji bilərəm. Onlar hamısı sifətdir. Alınma yəni alınma kimi. Hə, məndə yoxdur. Məndə köhnədir, hədər. Səndə yenidir. Oxu oranı. Mən deyir alınma sifətlərin bir çoxu etnik, fizioloji, tibbidir. Aha, bunlar aldım. Şəkil tibbi də ini izah eləmişdim alınma. Sözünlə bir yerdə gəlib keçib də dilimizə. Yaxşı, Bir də rəngarənglə rəngbərəng sözlərimizi bir dəfə çalışdırmışdık testdə. rəngarəng, rəngbərəng. Hə, iş orası da bu sözləri hərəkətə də aid edə bilərik. Məsələn, bir var deyirəm rəngbərəng güllər, rəngbərəng güllər. Deyirəm, bəli, divar rəngbərəng məsələn boyanmışdı, bəzədilmişdi, hərəkətə də izah edirəm. Büsbütün onu dərəcəni keçəndə verəcəm. Dərəcəni keçəndə. Rəngbərəng sifət daim et. Mən o zəhniyyəti dənə yatırım. Rəngbərəng sifətin altına. Dərəcə çox xırdalıq tələb edən mövzudur. Gəlin də keçərəm onu. Evə götürürsünüz. Yaxşı. Saçımın gününə baxsın. Kusura baxmayın. Bəs eləyəcək. Bicər, diqqət qulaq as. Qızlar, bax, axşam da hamımız yorulur. Sakit. 8 saat rahat çıxaq evimizə gedək. Diqqətlə qulaq asın. Siz mənim vaxtımı almayın, mən də sizin. Fikrimizi çatdıraq. Sifətin dərəcələri. Aha. Demək, sifət dedik ki, əlamət keyfiyyət bildirir, düzdür? Bu əlamət keyfiyyəti biz normadan azalda da bilərik, çoxalda da bilərik. Azalda da bilərik. İndi bütün sifətləri, yəni bütün əlamət keyfiyyət bildirən elə sözləri mən artırıb azalda bilərəmmi? Xeyr. Bütün sifətlər dərəcələnir. Demək, adi dərəcə. Əgər əlamət keyfiyyət normadadırsa, biz buna deyirik adi dərəcə. Normadan biraz azaltdıqsa, biz buna deyirik azaltma. Normadan çox olanda da deyirik çoxaltma. Aha, çoxaltma. İndi, biz hansı vasitələrlə əlamət və keyfiyyəti artırıb azalda bilərik? İki yol var. Birinə deyirik sintaktik yol, sintaktik, o birisine deyirik morfoloji. Morfoloji. Orada da eyni şeydir. Çoxaltmada da eyni sudan istifadə edirəm. Sintaktik, morfoloji. Morfoloji. Sintaktik üsul nədir? Mən burada sözlərdən istifadə edirəm. Sözlər. Eyni şey burada da var. Sözlərdən istifadə edərəmsə sintaktik üsuldur. Şəkilçilərdən istifadə edərəmsə şəkilçi. Burada ikisi şeydən istifadə edirik. Ya şəkilçi, ya da samitlər. Samitlər. Biz buna şəkilçi deyə bilərik, çünki samitdir. Bunlardan istifadə ediriksə olur morfolojisi. İndi baxaq. Hansı şəkilçilər vasitəsilə mən azalda bilərəm? Imtıl 4 variant. Imtıl, 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 imtıl. Imtıraq var. Imtıraq. Məsələn, bir dənə nümunə yazdım. Buraya yazıram sarı. Elə. Sarı adi dərəcədədir, normaldır. İndi deyirəm sarımtıl.
sarımtıraq və başqa şəkilçi, raqrək, yaxşıraq, gödərək, azaldırsan. Ay yatanlar. Sov, uzun adi dərəcədədir. Amma uzun sov azaltma dərəcəsindədir. Sarı adi dərəcədədir, amma sarışın azaltma dərəcəsində. Biz ən çox işlədirik bu ımtılı işlədirik. Demək bu raqrəkdir. Bax bunlar demək olar ki artıq dildən çıxmaq üzrədir onlar. Bu şındır çox işlədirik, solu çox işlədirik, ımtılı çox işlədirik. Bu şəkilçilər vasitəsilə biz nə edirik? İndi bir şey deyim, sizcə bu şəkilçilər leksikdir, qrammatik? Leksik. Yəni sarı, sarışın yeni mənalı sözə belə gəlirmi? Xeyr. Sarı, sarışın. Sadəcə nədir? Biraz sarının tonudur da, sarını azaltdım amma yeni mənalı. Qırmızı, qırmızımtıl. Qırmızını biraz azaltdım amma o deməkdir ki yeni bir rəng ortaya çıxdı. Xeyr, sadəcə qırmızının çalarını azaltdım. Gəldi indi sözlərə, hansı sözlərdən istifadə edə bilərəm? Əsas mən izah eləmək istədiyim şey buradadır. Sözümün canı buradadır. Burada bu sözlər var. Demək, kəm, təhər. Bu sözlər bitişik yazılır, yadda saxlar. Bitişik, sözə bitişik yazılır. Sonra gəldik ala açıq. Bunlar sözdən defislə yazılır. Defis. Ala açıq defislə yazılır. Sonra gəldik az sözlə. Kəm, təhər, ala açıq. Demək, nə dedim? Az. Az sözü ayrı yazılır. Məsələn, gəl nümunələrə baxaq. Buraya yazıram, bax, adi dərəcədə şirin. İndi azaldıram. Deyirəm, kəm şirin. İndi buraya yazıram, kəm savad. Sizcə niyə buraya yazdım? Kəm savada niyə adi dərəcəyə yazdım? Ay, sağ. Əlxan, bir dənə bura bax. Sənin testə bunlarla alacaqlar. Bura bax. Kəm sözündən sonra isim deyək. Biz burada nəyi artırıb azaldırıq? Əlamət keyfiyyəti artırıb azaldırıq. Savad sözü əlamət keyfiyyətdir, mən onu artırıb azaldım. Savad sözü isim. Bu, adi dərəcədə olan sifətdir. Amma şirin sözü sifətdir. Şirini biraz azaltdım, kəm şirin. Kəm şirin azaltma dərəcəsindədir. Kəm savad adi dərəcədə olan sifətdir. Oradakı kəm leksikdir. Nə? Kəm söz deyil, leksik demək. Kəm görsən, sintaktik usula yazmışam. Sözdür, söz. Sonra gəldik nəyə? Diqqətlə qulaq asın. Təhər sözü, məsələn, deyirəm, yaxşı təhər, sarı təhər, sarı təhər. Bax, biçik yazdım. Hə, olur. Təhəri biçik yazdım. İndi, gəldim. İndi gəldik nəyə? Ala ilə açıq sözlə baxaq. Əgər ala və açıq sözündən sonra sifət gələrsə, sifət, onda azaltma dərəcəsidir. Məsələn, çiy, adi dərəcədir. İndi deyirəm, alaçiy, alaçiy. Yarımçıq, adi dərəcədir. İndi deyirəm, ala yarımçıq, adi dərəcədir. Sarı, indi deyirəm, açıq sarı. Özə defislə yazıram, baxın, buradan yazıram. Açıq sarı. Azaltma dərəcəsidir. İndi bura nümunə yazıram. İndi sən bura bax. Yazıram, açıq ürəkli. Açıq ürəkli. Belə bir də qabağınıza çıxa bilər. İndi necəsi müəllim, ürəkli sözü sifətdir elə, düzdür. Amma ürəkli sözü dərəcələnə bilməyən sifətdir. Dərəcələnə bilməyən sifətdir. Film çatdıra bildiyim. Bu, quruluşca mürəkkəb, iki sözdən ibarət, adi dərəcədə olan sifətdir. Adi dərəcədə olan sifətdir. Bax, belə çıxa bilər. Qabağınıza belə çıxa bilər. Sonra, məsələn, deyirəm, açıq fikirli, o da bitişik yazılır. İndi söz birləşməsi düzəldirəm. Deyirəm, açıq qapı. Açıq sözündən sonra isim gəlir. Bu söz birləşməsidir. Bu söz birləşməsi, açıq sözü özü burada adi dərəcədə olan sifətdir. Necə qapı? Açıq qapı. Yəni, hər halı qabağınıza çıxa bilir. Kim çatdıra bildiyim.
Amma açıq sarı, açıqca görsən ki, sarının rəng tonunu azaldır. Açıq, rəngini açıq, azaldır. Buna diqqətli olun. Sonra gəldik ala sözü, belə qabağınıza çıxa bilər. Baxın, onu ümumiyyətlə buradan yazıram, heç oraya yazıram. Bilirsiniz niyə? Testdə alatoran var. Bu isimdir, ümumiyyətlə bütövlükdə isimdir. Səhərə süb çağır, alatoran. Hələ günəşdən işıqlandırmıyor. Sonra bu qabağınıza çıxa bilər, alabaxta. Alabaxta, isimdir bu. İsimdir. Bəli, isimdir. Bu ümumiyyətlə sifət deyil. Bu iki sözü unudun. İsimdir. Quş adı da alabaxtır. Sonra gəldik bura. Qabağınıza belə bir şey çıxa bilər. Alabəzək. Uşaqlar, alabəzək, mən bunu araşdırdım. Defislə yazılan da var. Elə lüğət var, onu defislə yazır. Biləsi var, biçik yazır. İndi biz hələ ki, biçik yazır. Niyə biçik yazıram? Çünki bu sözə, məsələn, alagöz sözünə diqqət edin. Alagöz sözü, alabəzək sözü adi dərəcədə olan sifətlərdir. Niyə? Aladan sonra isim gəlir. Bəzək. Aladan sonra isim gəlir. Göz. Mən bu nəyin bu dərəcədə olaq mı? Burada azaltma dərəcəsi bir şey yoxdur. Adi dərəcədə olan sifətdir. Və biçik yazmışam. İki müxtəlif mənalı sözün yaraması. Alabəzək qarışıq bəzək deməkdir. Alabəzək paltar qarışıq bəzək. Aydın oldu. Sonra sizi nə çaşdıra bilər burada? Az sözü. Az sözü baxırsan, sifətin qarşısında işlənirsə, yaxşı, az, yaxşı. Mehriban, az, mehriban. Burada nədir artıq? Azaltma dərəcəsində işlənir. Bu da ayrı yazılandır. Burada qarışıq qalan bir şey olduğu sizə. Xeyr, səni çaşdıracaq şeylər bunlardır, bunları da dedim. İndi gəldik bura. Şəkilçi və söz. Burada samit, şəkilçi bir dənə carcədən istifadə olunur. Bu da şəkilçi formasında olan ədatdır. İndi sən bax gör, bu ədatı, bunu çox şey artıra bilər. Səni anlatmaq üçün bunu o qədər amonim var. O qədər amonim var, səni anladar. Əgər sifətə artırıbsa, sən onu çoxaltma dərəcəsi götür. Məsələn, körpəcə. Körpə sifətdir. Körpəcə çoxaltma dərəcəsi. Zorba sifətdir. Zorbaca it. Çoxaltma dərəcəsindədir. Qara sifətdir. Qaraca qız filmdə var. Qaraca nə demək? Yəni, qara demək. Bu şəkilçi morfolojisi. İndi gəlin samitlərə baxaq. Hansı samitlər? M, P, R, S. Bunun işlənmə qaydasına diqqət edin. Sarı sözündən ilk iki hərfi götürürəm. Sa. P-nı artırıram. Təzən sarını təkrar yazıram. Oldu nə? Sapsa. İndi göy sözünə baxaq. İlk iki hərfi götürdüm. Gö-ö. Hansı uyğun gəlir? M uyğun gəlir. Göy sözünü təzən yazıram. Gömgöy. İndi testdə salıblar nəyi? Testdə salıblar nəyi? Bunu silirəm, bunun altında sözlər yazıram. Çoxaltma dərəcəsində hansı sözlərdən istifadə edirik? Hansı sözlərdən? Düm sözü var. Dümağ, dümqara. Dümağ, dümqara. İşlədə bilərəm. Sonra biçik yazılır bu. Zil sözü var. Ayrı yazırsan. Zil qara. Ayrı yazılır. Sonra burada bol-bol ədatlar var. İstifadə edə bilərik. La, ən, daha, olduqca. Aha, artıq. Bunlar nədir artıq? Bunlar ədatlar. Məsələn, yaxşı, ən yaxşı. Gözəl, lap gözəl. Olduqca mehriban. Bunlar çoxaltma dərəcəsindən olan şeylərdir, sifətlərdir. İndi bir məsələ var. Burada düm sözü var. Burada da mı var. İndi bunu nəzərə al. Sənə iki söz verir. Sənə iki söz verir. Biri var yazıram dümağ. Biri var yazıram dümdüz. Sizcə hansı morfoloji usul, hansı sintaktik usuldur? Birincidə nədir? Sintaktik usuldur, düm sözü var. Eləmi? İkincidə nə var? M samiti var. Düz sözündən ilk iki hərfi götürmüşəm, dü. M-nı yazmışam, təzdən düz, təkrar yazmışam. Burada düm sözü yoxdur. Düm sözü yoxdur. Burada dü üstə gəl M var. Bu morfoloji usuldur. Morfoloji. Fikrim çatıra bildim. Aha. Burada sizi nə çalışdıra bilər? Büsbütün sözü var.
Büsbütün sözü ümumiyyətlə sifət deyil. Bir də onu, yəni bu s ilə yaranan çoxaltma götürərsiniz. Büsbütün niyə sifət deyil? Niyəsini siz deyil? Əvəzlikdir ona görə. Yox. Əli xanım, büsbütün niyə sifət deyil? Niyə sifət deyil? Niyə çoxaltma dərəcəsində onu sifət götürmürəm? Aha, fe'l aid olur. Cümlədə işdə məsələn, yağışdır. Nə deyirsən? Büsbütün ıslanmışam. Yəni, təpədən dırnağa ıslanmışam. Büsbütün ıslanmışam. Büsbütündən sonra hərəkət gəlir. Sonra balaca sözünü bu çoxaltma içində veriblər. Can, balaca adi dərəcədir. Balaca sözü ümumiyyətlə şəkilçi yoxdur. Sözün kökü balaca, adi dərəcədir. Bu çoxaltma deyil. Sonra nə var sizi çaşdıracaq? Məncə elə bulardır. Sualınız var? Zibdə də qalıb sifətin morfoloji xüsusiyyəti. Aha. Yaxşı, davam edək. Uşaqları yola saldıq, rahat izahımızı verək. Demək, burada bununla bağlı bir də izahat verim, fikrimi yekunlaşdırım, keçək sifətin başqa mövzusuna. Burada yadda saxlayın, düm hissəcikdir, tünd sözdür, zil ədatdır. O çoxaltma dərəcəsində istifadə etdiyim. Və zillə bərabər bunlar da ədatdır. Ən, lab, daha olduqca çox. Biz sifətin çoxaltma dərəcəsi sintaktik üsulda, demək, bu ədatlardan istifadə edirik. Zil də daxil, zil ədatdır, təkrar edirəm. Bir də tünd sözündən düm hissəciyindən. Bir də burada nəyə nəzər salın? Bax, burada ağ sözünü iki üsulla, həm sintaktik, həm də morfoloji üsulla, çoxaltma dərəcəsində demişəm. Düm ağ sintaktik üsuldur. Ağa, bax, morfoloji üsuldur. Burada p samitini istifadə etmişəm, amma fərqli şəkildə istifadə etmişik. Biz sarıda sanı götürdük, p əlavə elədik, bir p və yenidən təkrar elədik, sapsarı. Amma ağappaq fərqli şəkildə, biraz bunlardan fərqli, burada p-nı qoşulaşdırmışıq. Diqqət edirsinizmi? Amma bu yeni də morfoloji üsul sayılır. Bundan istifadə etmişəm deyə morfoloji üsul sayılır. Tündlə bağlı bir neçə şeyə aydınlıq gətirir. Tünd sözündən sonra əgər sifət işlənərsə, məsələn, tünd qara, tünd göy, tünd qırmızı, rəng bildirən sözlər gələrsə, bu çoxaltma dərəcəsində olan sifət hesab olunur. Əgər tünd sözündən sonra isimdir və defislə yazılır, fikir verirsinizmi? İsim gələrsə, məsələn, deyirəm, tünd xasiyyət. Xasiyyət isimdir. Xasiyyət isimdir. Və mən burada deyə bilmərəm ki, xasiyyəti çoxaltmışam. Burada tünd və xasiyyət elə bir sadə sifətlə, tünd sözü özü aralıqda sadə sifətdir. Tünd sifətinlə, sadə sifətinlə xasiyyət düzəltmə ismini birləşdirib, bir dənə adi dərəcədə olan sifət yaratmışam. Tünd xasiyyət adam, bu ali dərəcədə. Azaltma yoxdur, çoxaltma prosesi yoxdur burada. Sonra tünd məcaz, məsələn, o da şeylədir, yəni adi dərəcədədir. Sonra tünd sözündən mən istifadə edib söz birləşməsi düzəldə bilərəm. Məsələn, yazıram tünd çay. Bax, bu söz birləşməsidir. Burada tünd sözü qurulurca sadə sifətdir və adi dərəcədədir. Demək, tünd sözündən sonra adətən rəng bildirən sözlər gələndə o çoxaltma dərəcəsi hesab olunur və defislə yazılır. Bunu da unutmayaq. Sonra bayaq burada azaltma dərəcəsi şəkilçilərini yazanda mən bunu yazmamışdım. Ona görə istədim ki, kənarda heç nə qalmasın. Umsov, bu 4 şəkilçi. Umsov, imsov, umsov, imsov şəkilçisi. Məsələn, göyümsov, bir də yalnız şəkilçidir. Baxın, bəniz sözdür, deyirəm ağbəniz. Bənizlə yalnızı çox qarışdırırlar. Ağbəniz qurulurca mürəkkəb adi dərəcədə olan sifətdir. Amma yalnız artıq şəkilçidir, azaltma dərəcəsi şəkilçisidir. Qara yalnız azaltma dərəcəsində olan sifətdir. Yaxşı, bunu bildik. İndi nə izah edeyim sizə? İndi sizə izah edeyim. Sifətin isimləşməsi. Elmi adı buna deyirik, sifətin substantivləşməsi. Sifətin substantivləşməsi. Bu mövzunu bilək ki, sonra sifətin morfoloji, sifətin cümlədə rolunu izah edə bilək. Əgər sifət özü sifət kimi cümlədə işlənərsə,
isim yanındadırsa, onun qarşısında işlənibsə, sifət olur cümlənin təyini. Sifətin sualı təyinin sualıdır. Məsələn, tutaq ki, deyirəm ki, yaxşı insanlar həmişə, məsələn, hörmət sahibi olurlar. Hörmət sahibi olurlar. Yaxşı insanlar həmişə hörmət sahibi olurlar. Kim hörmət sahibi olur? İnsanlar. Hansı insanlar? Yaxşı insanlar. Yaxşı insanlar. Baxın, sifət özü kimi, yəni necə deyim, ismin qarşısında işlənib, öz funksiyasını yerinə yetirib, öz sifətin sualına cavab verib, hansı insanlar və cümlədə təyin. İsimləşmək nə deməkdir? Əgər sifət isimləşməzsə, özü kimi olarsa təyin olur. Başqa hansı cümləniz ola bilər? İsimləşmədən hansı cümləniz ola bilər? İsimləşmədən ola bilər mənim cümləmin xəbəri. Sifət xəbər yerində iki cür iştirak edə bilər. Həmi isimləşərək, həmi isimləşmədən özü kimi xəbər ola bilər. İkisinə dair nümunə verəcəyim. Əvvəlcə gəlin baxaq görək isimləşmə nədir? İsimləşmə nədir? Sifət aid olduğu ismi itirir, keçir ismin yerinə, ismin tərkibində nə qədər ki şəkilçi var, əgər varsa, götürür öz üzərinə. İsm hansı cümlə əzverində iştirak edirsə, sifət həmin cümlə əzverində. Elə bir ki, müvəqqəti ismi əvəz edir, özü müvəqqəti isim kimi aparır. İndi gəlin baxaq, insan sözünü oradan silək. İnsan sözünü sildim. İnsan sözünü sildim. Aha. Yaxşı sözünü gətirək bura. Yaxşılar hörmət sahibi olurlar. Kim hörmət sahibi olur? Yaxşılar. Yaxşı sözü burada necə və ya hansı sualına cavab verirdisə, indi kim sualına cavab verir? Fikir verdinizmi? Sifət isimləşəndə təyin olmaq vəzifəsini itirdi. Sifət isimləşəndə sifətin sualına, təyinin sualına cavab vermək xüsusiyyətini itirdi. Sifət özünü artıq isim kimi aparır. Keçdi ismin yerinə. Yaxşılar hörmət sahibi olur. Kim? Yaxşılar. Və ismə aid cəm şəkilsi qəbul edir. Bilirsiniz, cəm, mənsubiyyət, hal, şəxs bu ismin, yəni kateqoriya şəkilçilərdir. İsmin şəkilçisidir, amma sifət qəbul edir. Özünü isim kimi apardı və isim kimi cümlədə mübtada oldu. Keçdi onun vəzifəsinin yerinə. Buna dedik sifətin isimləşməsi və ya elmi ad dedik sifətin substantivləşməsi. Bəs sifət isimləşərsə, indi tutaq ki, bu cümləni mənə verirlər. Bu cümləni verirlər. Və deyirlər ki, mübtada yerində işlənmiş söz morfoloji cəhətdən nədir? Yaxşılar sözü morfoloji cəhətdən nədir? Morfoloji cəhətdən sifətdir. Morfoloji cəhətdən deyil, morfoloji cəhət bilsiniz nə deməkdir? Yəni, cümlədən çıxar, ona aid olmayan şeyləri sil. Yaxşı sözü nədir? Yaxşı sözü sifətdir. Sifət nə qədər isimlərsən, nə qədər ismat şəkilçini qəbul edib eləsin, nə qədər özünü isim kimi aparsın, o yenə sifətdir. O sifət olmağından çıxmır. Burada mən deyirəm, burada demirəm isim cümlədə mübtada yerindədir, burada deyirəm sifət cümlədə mübtada yerindədir. Sifət adını üzərində yenə daşıyır o. Bilirsiniz nəyə bənzəyir? Uşaqlar həmişə bunu biləcəklər, amma başa düşsünlər deyil, tam başa düşsünlər. Burada lardan ismin şəkilçisidir. Kim sualı? İsmin sualıdır. Və eyni zamanda cümlə əzri kimi versən, mübtadanın sualıdır, deyilmi? Elə fərz edin ki, ismə aid olan şeylər ismin paltarlarıdır. İsmin paltarıdır. Baxın, diqqət edin, belə bir misal verin. Məsələn, tutaq ki, uşaqlar üçün ən uğurlu nümunə deyilir, daha yaxşı yada saxlayır. Bax, məsələn, tutaq ki, bu jilet deyək ki, mənim deyil, mənim deyil. Hər hansı bir şagirdindir. Mən bunu tutaq ki, Leylanındır. Mən Leylanın jiletini geyindim. O demək deyil ki, bu jiletin içərisindəki mən döndüm, Leyla oldum. Jilet Leylanın ola bilər, amma içindəki yenə mənəm. Bu jilet məni döndürüb Leyla eləmir. Kim çatıra bilirəm? Ona görə deyirəm, o sual, o şəkilçi, ismin paltarıdır. Sifət nə qədər o paltarı geyinsə də, morfoloji cəhətdən o yenə sifətdir. Sual versələr ki,
Sifət isimləşərkən, bax, sifətə aid xüsusiyyət əlamət bildirmək, yəni ismin qarşısında işlənmək, onun sualına cavab vermək, təyin olmaq, bu xüsusiyyətləri itirdi. Bəs hansı xüsusiyyəti itirə bilməz? Dərəcələnmə xüsusiyyətini itirməz. Sifət nə qədər isimlərsə də dərəcələnməyi itirməz. Məsələn, tutaq deyirəm, sarışın qızlar gözəl rəqs edirdilər. Gözəl rəqs edirdilər. Aha, sarışın qızlar gözəl rəqs edirdilər. Kim gözəl rəqs edirdi qızlar? Hansı qızlar? Sarışın qız. Elə. İndi gəlin aydınlıq ismi itirsin, gəlsin ismi yerinə. Qız sözünü burada itirdik. Aha. Hər şey olduğu kimi qalır. Sarışını gətiririk qızın yerinə. Artıq təyin olmaq getdi. Təyin olmaq getdi. Bura gəlir. Sarışın. Sarışınlar. Fikir verdinizmi? Kim gözəl rəqs edirdi? Sarışınlar. Sifət nə qədər isimləşsə də, bu şın azaltma dərəcəsi orada itmədi. Yoxa çıxmadı. Deməm istədiyim oldu ki, sifət isimləşəndə əgər onun içərisində dərəcə şəkilisi varsa, dərəcələnmə xüsusiyyətini itirmir. Dərəcələnmə itirmir. Sonra gəldik nəyə? Deməli, deyirik ki, əgər sifət isimləşərsə, cümlədə mübtada olur. İsim bilirik ki, ismin cümlədə əsas vəzifəsi mübtadadır, tamamlıq. Bir də ismi xəbər. İndi tamamlıq kimi göstərdik. İndi gəl mübtada kimi göstərdik. İndi gəl tamamlıq kimi göstərdik. Məsələn, deyirəm ki, körpələrə süd verildi. Körpələrə süd verildi. Kimə süd verildi? Körpələrə. Əslində körpə sifətdir. Əslində olmalıdır, körpə uşaqlara süd verildi. Körpə uşaqlara süd verildi. Uşaq ismini itirib və onun şəkilçisi, cəm şəkilçisi və gönlü hal şəkilçisini qəbul edib, körpə sözü. İki şəkilçini qəbul edib. Gönlü hal şəkilçisi qəbul etmiş söz, məlum məsələ, mənim cümləmin tamamlığı. Kimə nəyə sonra tamamlığın sonunda, haraya zərfliyim. Körpə sözü isimləşdi, aid oldu, ismi itirdi. Cəm və yönlü hal qəbul edib, oldu mənim cümləmin tamamlığı. Demək, sifət isimləşməzsə olur cümlənin təyini, isimləşərsə olur mübtadası tamamlığı, mən yerdə nəyim qaldı? Xəbərin zərflim qaldı. Sifət bütün cümləzlərlə yerləşdirək edə bilər. İndi gəldik zərflik məsələsinə. Zərflik, sifət əgər zərfləşərsə, cümlədə zərflik ola bilər. Zərfləşmə prosesinin elmadı budur, adverbiyalılaşma. Adverbiyalaşma İngilizcə adverb, zərfə adverb deyirlər axı, o yüzden. Adverbiyalaşma nədir? Demək, bu siz, susuz şəkilçili sifətlər. Bunu digər sifətlər elə bilmir, yəni bu məharət bundadır. Bu siz şəkilçili sifət cümlədə zərfləşə bilər. Yəni, biz dedik axı ki, sifət üstəgəl isim, sifətin düsturu budur. Sifət ismi izah edir. Zərf feili izah edir, zərfin də düsturu budur. Zərf üstəgəl feil. Bəzən sifət özünü zərf kimi aparır. Gəlir hərəkətin qabağına keçir, onu başlayır izah eləməyə. Söhbət sız şəkilçili sifətdən gedir. Bəli, həmin vaxtda artıq sifət cümləmizin zərfliyi ola bilər. Məsələn, deyirəm, mən uzun illər sənsiz yaşadım. Nə etdim? Yaşadım. Bax, hərəkət var. Necə yaşadım? Sənsiz yaşadım. Sənsiz sifətdir, amma hərəkəti izah elədi. Oldu mənim cümləmin zərfliyi, özünü zərf kimi apardı, adverbiyalılaşdı orada sifət. İndi gəldik xəbər. Xəbərə keçməzdən öncə, mən videonun əvvəlində sizə sifətləri göstərmişdim ki, isimlə qarışdırmayın, körpə, qəhrəman, igid, gənc, qoca, yaşlı, ahıl, bunlar sifətdir. O sözlər sırasında bunları da daxil edin. Demək ki, bax, bu sifətlər, demək olar ki, isimsiz işlənir. Demək olar ki, isimsiz. Bunlar ən çox substantivləşən, isimləşən sifətlərdir. Ona görə uşaqlar bunları isimdən səhv salır. Bunlar isim deyil mənbəsin. Oğru, dəli, lal, kar, kör, şikəst. Bunlar sifətdir, hansı bir çox vaxt isimsiz işlənir. İsimsiz. Gəldik deyər, sifətin cümlədə xəbər vəzifəsi daşımaq. Buna görə. Xəbər yerində iki cür işlənə bilər. Bəlkə markeri dəyişin.
Materialim. Aha. Bir isimləşmədən markerini yaxşı yazmadı. Oxunur, bilmirəm videoda. Görək bunu yoxlayaq. Aha. İsimləşmədən bir də isimləşərək. İki cür xəbər yerində çıxış edirlər. Məsələn, belə bir cümlə yazıram. Tutaq ki, yazıram ki, rəqs edən, bayaq yazmışım da sarışınlar. Sarışınlardır. Rəqs edən sarışınlardır. Rəqs edən kimdir? Sarışınlardır. Və deyirəm ki, yardım alan qəhrəmanlardır. Məsələn, adımızı uca tutan qəhrəmanlardır. Açıqca sifət cəm şəklisi qəbul edir. Cəm şəklisinin olmağı nəyə əsas verir? Bu isimləşib də. Sifətin içində ismin şəklisinin nə işi var? Əgər bir sifətin içərisində hal şəklisi, cəm şəklisi, mənsubə şəklisi görsən, bil ki, 100% isimləşib də. İsmi itirib ki, o şəklisini götürüb üstünə. Yoxsa sifət niyə hallansın? Sifət niyə cəmlənsin? Sifət niyə mənsubət edir deyərsin? Bunu isimləşib də. Bu mənim sübutum. Bunlar da mənim sübutumdur ki, o isimləşib. Başqa bir misal. İki misal yazıram, diqqətdən baxın. Deyirəm, belə bir nümunə var kitabda. Çox gözəl nümunədir. Bizi xilas edən bu igiddir. Bir də belə nümunə var. Mənim dostum igiddir. Mənim dostum igiddir. İndi diqqətən baxın. Demək, video dayanmayıb ki, yaddaş dolanda dayanır. Demək, bizi xilas edən kimdir? Bax, bu mənim xəbərim ikisi də igiddir. Fikir verin, igiddir. Bu ikisinin də içində sadəcə şəxs şəkilçisi var. Bu şəkilçilər yoxdur. Hal, cəm, mənsubiyyət. Bu üç şəkilçi yoxdur, düzdür. İndi burada biraz düşünmək lazımdır. Burada cəm şəkilçisi var da, əminliklə dedim ki, isimləşir. Yəni, bu üç şəkilçi varsa, burada bir əminlik var. Ay, 100% isimləşir, sifət 100% isimləşir. İndi sənin qabağına bu şəkildə çıxa bilər. Sifət cümlədən xəbər verilmə iştirak edin. İçində nə hal, nə cəm, nə mənsubiyyət yoxdur. Sadəcə şəxs şəkilçisi var. Bu biraz təhlükəlidir. Çünki sifət cümlədə isimləşmədən də xəbər ola bilər, özü kimi. İsimləşərək də xəbər ola bilər. İndi diqqət. Bizi xilas edən, bura biz hansı sualı veririk? Bizi xilas edən kimdir? Kimdir? Bu isimləşir. Çünki morasının sualını verirəm. Buna məcburam verməyə. Elə bir əslində bilərdə bizi xilas edən bu igid oğlandır. Bizi xilas edən bu igid əskərdir. Sadəcə burada oğlan əskər sözləri ixtisara düşür və igid sözü kimdir sualına cavab verir. Və aid olduğu isim cümlədə yoxdur. İgid, oğlan, əskər, oğlan, əskər sözləri, isimlər yoxdur. İndi bura baxaq. Mənim dostum igiddir. Mənim dostum kimdir sualı verilmir artıq. Mənim dostum necədir? Mənim dostum nə cürdür? İgiddir. İgidin aid olduğu isim burada var. İgid sözü dostun keyfiyyətidir. Keyfiyyəti sadəcə yerlərini dəyişir. İgid dost, yerini dəyişir. Dostum igiddir. Bura necədir sual verir? Çünki dostun keyfiyyətidir bu. Aid olduğu isim cümlənin içindədir. İtməyin. Mənim dostum necədir? Mənim dostum igiddir. Amma deyirəm, bizə xilas edən kimdir? İgiddir. Bura mən necədir sual verə bilmərəm. Bu da oldu mənim sifətin cümlədə xəbər yerində işlənməsi. Demək, sifət cümlədə 5 cümlə əzində 5-in də yerində iştirak etdi. Səhifəmizi izləməyi, bəyənməyi, yorum yazmağı unutmayın.